Böyük məlumatə baxmayaraq öz futbolçularımı təbrik eləmək istəyirəm. Öz Azərbaycan futbol camiasını təbrik eləmək istəyirəm. Xalqımızı təbrik eləmək istəyirəm ki, belə böyük turnirdə çox böyük bir addım atdıq və həqiqətən bu sevindiricidir. Və son oyuna gəldikdə əlbəttə ki, biz əvvəlki pişqatmaya baxsaq, hansı ki 8 oyunluq uzun bir marafona baxsaq, düşünsəydik, bəlkə də bu yerdə olmağı çoxları düşünmürdü. Amma inanın ki, məndə həmişə belə böyük turnirlərdə inam olub ki, böyüklərə qarşı, böyük turnirlərdə daha cəsarətli olmağa və daha da qalibiyyətləri belə böyük komandalarla etməyə. Və buna mən inanaraq gəlmişəm. Amma biz tam əmin olduq ki, futbolçular tam əmin oldu ki, yəni böyük futbol nə deməkdir, böyük komandalar nə deməkdir və bugün elə Liverpoolda, bu stadionda bunu tam hiss etdilər və həqiqətən bu başqa bir səviyyədir. Və buna baxmayaraq, yəni çox sevincliyəm, baxmayaraq 6-0 məğlub olduq və buna baxmayaraq çox sevincliyəm ki, futbolçularım üçün məncə həm bu ilk 24-lə düşməyin böyük faydası olacaq gələcək üçün, həm də bu məğlubiyyətin böyük faydası olacaq. Və böyük hesablı məğlubiyyətin. Bəlkə 2-0, 3-0 məğlub olsaydı bir o qədər biz bunu dərk eləməyəcəkdik, amma bu sırf böyük məğlubiyyətin başda mən olmaqla elə bütün futbolçular üçün mənə gəlir ki, bunun faydası çox olacaq.